Hansı fikirlər epiqrafa aiddir? 1. Kompozisiyaya aiddir. Bəli, epiqraf kompozisiyanın ünsürlərindən birisidir. 2. Hikmətli məzmun daşıyan cümlələrdir. Bəli. 3. Əsərin əvvəlində, ortasında və sonunda işlənə bilər. Epiqraf əsərin əvvəlində verilir, ortasında, sonunda işlənmir. 4. Süjetin mərhələlərindən biridir. Xeyr, ekspozisiyanın ünsürüdür. Deməli, sualımızın düzgün cavabı 1, 2, yəni D bəndi olacaq. Qəzəl və qitə üçün ortaq fikirləri müəyyənləşdirin. 1. Həm nəzmlə, həm nəsrlə yazılması mümkündür. Aydın məsələdir ki, qəzəl və qitə yalnız nəzmlə yazıla bilər, nəsrlə yazıla bilməz. 2. Tərənnüm əsasında yazılır, bəli, lirik növü janrıdır. 3. Remarka ilə işlənən janrlardır. Remarka dramatik növə aiddir, bunlar isə lirik növü janrlardır. 4. Həcmcə qəsidədən böyükdür. Xeyr, qəsidə həcmcə hər ikisindən böyükdür. 5. Şeir vahidindən istifadə olunur. Bəli, bunların şeir vahidi beytdir. Deməli, sualımızın düzgün cavabı 2, 5, yəni A bəndi olacaq. Nümunədə hansı bədii təsvir və ifadə vasitələri işlənmişdir? Yağış yuyur ağacların saçını, meyvələrin üzü gülür budaqda. Su içdikcə tumurcuqlar dirçəlir, bahar söz-söz şeirləşir varaqda. Yağış yuyur ağacların saçını. Yağışın ağacların saçını yuması, bu təbii ki, köçürmə, yəni metafordur. Yağış yuyur, söz sırası burada pozulmuşdur, bu inversiyadır. Sonra meyvələrin üzü gülür budaqda, yenə inversiya və metafor var. Su içdikcə tumurcuqlar dirçəlir, bahar söz-söz şeirləşir varaqda. Yəni, nümunədə göründüyü kimi metafor və inversiya işlənmişdir. Yalnız metafor və inversiya. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Müsbət surət anlayışı kimə aid edilə bilər? A. Əsərdə yalnız bir neçə epizodda gözə görünən surətə bu epizodik surətdir. B. Əsərdəki təbiət təsvirləri ilə əlaqəli göstərilən surət əlaqəsi yoxdur. C bəndi. Əsərdə hiss və həyəcanlarına geniş yer verilən surət, bu əsərin, belə deyək, qəhrəmanı olar. D bəndi. Əsərdə irəli sürülən ideyaya qarşı çıxan surət mənfi surətdir. Əsərdəki digər surətlərə humanistcə yanaşan surət, bəli, müsbət surətdir. Deməli, sualımızın düzgün cavabı E bəndi olacaq. Bədii gülüş haqqında fikirlərdən hansılar doğrudur? 1. Bədii gülüşün iki növü mövcuddur. Satira və yumor. Bəli, bu fikir doğrudur. 2. Bədii gülüşü yalnız epik növdə olan əsərlərdə görmək mümkündür. Yanlışdır. Biz bədii gülüşü dramatik növdə də görə bilərik. 3. Bədii gülüş daşıdığı məzmuna görə fərqli olur. Aydın məsələdir. Satira və yumor. Bədii gülüş oxucuda həmişə qəzəbə səbəb olur. Xeyr, yanlışdır. Bədii gülüşün əsasında tənqid durur. Bəli. Deməli, sualımızın düzgün cavabı 1, 3, 5, yəni B bəndi olacaq. Bəzən müəllif əsərdə diqqətə çatdırmaq istədiyi fikri yarıda saxlayaraq başqa bir cəhəti xatırladır. Sonra yenidən əvvəlki fikri davam etdirir. Ədəbiyyatşünaslıqda bu necə adlanır? Bu lirik ricət adlanır. Məsələn, Nizami Gəncəvi Xosrov və Şirin poemasında Şirinin həyatdan keçməsini verdikdən sonra öz həyat yoldaşı Afaqı xatırlayır. Bu lirik ricət adlanır. Ona görə sualımızın düzgün cavabı D bəndi olacaq. Nümunədə hansı bədii təsvir və ifadə vasitələri işlənmişdir? Dönərəmmi buradan çiçək dərməmiş? Bir kitabdır, dağlar, düzlər, vərəqim. Deməli, nümunənin birinci misrasının sonunda göründüyü kimi sual işarəsi verilmişdir. Deməli, bu bədii sualdır. Dönərəmmi buradan çiçək dərməmiş? Söz sırası pozulmuşdur. Bu da inversiyadır. Bir kitabdır, dağlar, düzlər, vərəqi. Bir kitab kimidir? Bu da təşbihdir. Göründüyü kimi nümunədə bədii sual, inversiya və təşbih işlənmişdir ki, bu da C bəndində verilmişdir. Hansı cümlə əhval-ruhiyyə təsvirindən nümunə göstərilə bilər? A bəndi.
Sütunun yuxarısına bərkidilmiş üç rəngli bayraq külək əsdikcə dalğalanır, möhtəşəm mənzərə yaradırdı. Burada hər hansı bir əhval-ruhiyyə təsiri yoxdur. B bəndi. Binanın damı köhnə idi, amma rənglənmiş, təmiz qalmış divarlar buranın gözəlliyini 2 qat artırırdı. Yəni göründüyü kimi əhval-ruhiyyə yoxdur. C bəndi. Aldığı xəbərin sevinci üzündən oxunurdu. Gözlərindəki qığılcımları asanlıqla seçmək olurdu. Bəli, burada əhval-ruhiyyə təsiri var. Yəni insanın elə deyək də, üz cizgisində, gözlərində baş verən hadisələr göstərilir ki, bu əhval-ruhiyyə təsiri ola bilər. D bəndi. Poladdan düzəldilmiş qılıncın dəstəyi müxtəlif daşlarla bəzədilmişdi. Günəşin şüaları dəydikdə ulduz kimi bərk vururdu. Burada da əhval-ruhiyyə yoxdur. Göründüyü kimi küçəni işıqlandıran dirəyin altında 2 nəfər dayanaraq nə haqqındasa müzakirə edirdi. Bu da təbii ki, düzgün cavab ola bilməz. Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq. Nümunənin misradaxil bölgüsünü müəyyənləşdirin. Bir bulağam, Xəzər altda axaram. Bir çiskinəm, kirpiklərə axaram. Göründüyü kimi nümunənin daxili bölgüsü 4-4-3 şəklindədir. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. Bütün nümunələri əruz vəzninin eyni bəhrində yazılır fikri hansı janrlara aid edilə bilər? Qəzəlin bütün nümunələri eyni bəhrdə yazıla bilməz. Müxəmməsin bütün nümunələri eyni bəhrdə yazıla bilməz. Tuyuğun bütün nümunələri əruz vəzninin həzəc bəhrində yazılır. Daha doğrusu, əruz vəzninin rəməl bəhrində yazılır. Rübainin bütün nümunələri əruz vəzninin həzəc bəhrində yazılır. Qitənin isə bütün nümunələrinin eyni bəhrdə yazıldığını deyə bilmərik. Deməli, sualımızın düzgün cavabı 3-4, yəni B bəndi olacaq. Nümunədə hansı bədii təsvir və ifadə vasitələri işlənmişdir? Dağılır dumanı, çəkilir tül tək. Açılır üfüqdə günəş bir gül tək. Torpaq hənirlənir, bahar tələsir. Suvanır torpağa, yaz bu könül tək. Deməli, dağılır dumanı, çəkilir tül tək. Göründüyü kimi burada söz sırası pozulmuşdur. Bu inversiyadır. Açılır üfüqdə günəş bir gül tək. Həm birinci misrada, həm ikinci misrada təşbih vardır. Torpaq hənirlənir, bahar tələsir. Baharın tələsməsi isə metafordur. Suvanır torpağa, yaz bu könül tək. Burada da inversiya və təşbih işlənmişdir. Deməli, nümunədə təşbih, metafor, inversiya işlənmişdir. Bu da E bəndində öz əksini tapıb. Hansı fikir səhvdir? A bəndi. Süjetin mərhələlərinə bütün əsərlərdə rast gəlmək mümkün deyil. Bəli, lirik növdə yazılan əsərlərdə süjetin mərhələləri təbii ki, olmayacaq. B bəndi. Ekspozisiya bütün əsərlərdə özünü eyni cür göstərir, yanlışdır. Çünki əgər əsərin həcmi böyükdürsə, onun təbii ki, ekspozisiyası da böyük olacaq. Nisbətən həcmi kiçik olan əsərlərdə isə təbii ki, ekspozisiya onun həcminə uyğun olacaq. C bəndi. Süjet və kompozisiya ayrı anlayışlardır. Bəli, bunlar bir-biriyle əlaqəli olsalar da ayrı anlayışlardır. D bəndi. Final hadisələrin inkişafında sonuncu mərhələdir. Doğrudur. E bəndi. Süjetin mərhələləri ardıcıl olmalıdır. Yerlərini dəyişmək olmaz. Bu fikir də doğrudur. Göründüyü kimi sualımızın düzgün cavabı B bəndi olacaq. Cümlə necə tamamlansa fikir doğru olar. Nəsrlə yazılmış əsərlərdən fərqli olaraq nəzmlə yazılmış əsərlərdə A bəndi. Süjetin mərhələlərinə rast gəlinir. Nəsrlə yazılmış əsərlərdə də süjet xətti ola bilər. B bəndi. Beyt, bənd kimi anlayışlar olmur. Əksinə, beyt və bənd kimi anlayışlar olur. C bəndi. Rədifdən istifadə oluna bilər. Bəli, rədif nəzmin əlamətidir. D bəndi. Sözlər adi qaydada sıralanır. Bu nəsr əsərlərinə aiddir. E bəndi. Bədii ifadə vasitəsinə rast gəlinmir. Biz həm nəsrlə yazılan əsərlərdə, həm də nəzmlə yazılan əsərlərdə bədii ifadə vasitəsinə rast gələ bilərik. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Nümunədə işlənməmişdir. Xəzəllər oxuyur, susur dil dodaq. Bilmirəm payıza nəyi diləyim. Ağlayır küləyin qırdığı budaq. Külək uşaq deyil, tənbih eləyim. Deməli, xəzəllər oxuyur, metafordur. Sonra nə edir? Oxuyur.
Burada susur. Nə? Dil, dodaq. Burada göründüyü kimi inversiya söz sırasının pozulması vardır. Bilmirəm, payıza nəyi diləyim? Bədii sual vardır. Ağlayır küləyin qırdığı budaq, külək uşaq deyil, tənbih eləyim. Deməli, bir tərəfdə xəzəllərin oxuması var, bir tərəfdə isə küləyin qırdığı budağın ağlaması var. Bu da bədii təzada nümunə ola bilər. Göründüyü kimi nümunədə heç bir şişirtmə yoxdur. Ona görə sualımızın düzgün cavabı D bəndi olacaq. Nümunə haqqında fikirlərdən hansı səhvdir? Xallı kəpənəklər uçanda ləklək, yazın xoş ətrini yayanda külək. Bir nəğmə eşqi ilə coşanda ürək, mən susa bilmirəm. A bəndi. Ahəngdarlıq müşahidə olunur, bəli. Nümunə nəzm əsəridir və bilirik ki, nəzm əsərlərində ahəngdarlıq olur. B bəndi. Misralardakı hecaların sayı bərabər olduğu üçün heca vəzni olduğunu demək mümkündür. Nümunənin hər misrasında 11 heca var və bildiyimiz kimi heca vəzni tələbinə görə misralardakı hecaların sayı bərabər olmalıdır. Sonuncu misrada təkrir işlənmişdir, bəli. Susa bilmirəm ifadəsi burada təkrirdir. Nümunənin qafiyə quruluşu 3A, 1B şəklindədir. Bəli, deməli, birinci, ikinci, üçüncü misralar həm qafiyədir, dördüncü misra isə sərbəstdir. Bu fikir də doğrudur. E bəndi, nümunənin ilk 3 misrasında rədifə rast gəlinir. Bu fikir yanlışdır. Göründüyü kimi, burada ləklə, külək, ürək, özün əvvəl gələndə uçanda, yayanda, coşanda sözləri qafiyə ola bilər. Amma rədif eyni sözün təkrarlanmasıdır. Burada isə ləklə, külək, ürək var. Ona görə bunları biz rədif deyə bilmərik. Ona görə sualımızın düzgün cavabı E bəndi olacaq. Nümunədə hansı bədii ifadə vasitəsi işlənmişdir? Nərgizlər boylanır, baxır göz-gözə, oxuyur qumrular, səslənir meşə. Nə edir? Oxuyur, nə qumrular, nə edir? Səslənir, nə meşə, nə edir? Boylanır, baxır, necə göz-gözə. Yəni, göründüyü kimi inversiya işlənmişdir nümunədə. Bir də nərgizlərin boylanması, meşənin səslənməsi, bu da metafordur. Bizə bədii ifadə vasitəsi dediyinə görə, deməli, yalnız inversiyanı götürəcəyik. Ona görə sualımızın düzgün cavabı A bəndi olacaq. Klasteri hansı fikirlərlə doldurmaq mümkündür? Deməli, ideya ilə bağlı klasteri doldurmalıyıq. Birinci fikir, mövzu anlayışı ilə eynilik təşkil edir. Fikir yanlışdır. Təbii ki, ideya və mövzu anlayışı bir-birlə eynilik təşkil edə bilməz. 2. Əsərin mövzusu ilə sıx bağlıdır. Təbii ki, mövzu, ideya bir-birindən bağlıdır. 3. Bütün əsərlərdə eyni olur. Aydın məsələdir ki, hər əsərin özünün ideyası var. 4. Oxucunun gəldiyi qənaət çıxardığı nəticədir. Bəli. 5. Atalar sözləri əsərin ideyası ola bilər. Bəli. Deməli, sualımızın düzgün cavabı 2, 4, 5. Yəni, D bəndi olacaq. Nümunədə işlənmişdir. Bəzən qanatlı quş olub, xəyalımızdan keçər xatirələr. Deməli, bəzən qanatlı quş olub, xəyalımızdan keçər xatirələr. Xatirələr qanatlı quşa bənzədilir. Bu, təşbihdir. Xəyalımızdan keçər xatirələr. Nə edər? Keçər, nə? Xatirələr. Bu da inversiyadır. Deməli, nümunədə təşbih və inversiya işlənmişdir ki, bu da sualımızın C bəndində verilmişdir. Bölgü zamanı sözün bütövlüyünün qorunması əsas şərtlərdən biridir fikri aid edilə bilər. Təbii ki, yalnız heca vəzninə. Çünki bütöv söz prinsipinin qorunması heca vəzninə aiddir. Ona görə sualımızın düzgün cavabı A bəndi olacaq. Nümunədə hansı bədii ifadə vasitələri işlənmişdir? Daş yanar, toxunsa daşa qılıncım, qoymaram həddini aşa qılıncım. Deməli, daş yanar, toxunsa daşa qılıncım. Göründüyü kimi burada söz sırası pozulmuşdur, bu inversiyadır. Qoymaram həddini aşa qılıncım. Deməli, qılıncın daşa yanması ilə daşın yanması, bu da mübaliğədir. Göründüyü kimi nümunədə inversiya və mübaliğə işlənmişdir. Bu da sualımızın B bəndində verilmişdir. Tip termini hansı bənddə doğru izah edilmişdir? A bəndi. Bir surətin bütün cəhətləri ilə olduğu kimi göstərilməsi təbii ki, tip ola bilməz.
B bəndi təbiət təsvirlərinin insan surətləri ilə əlaqələndirilməsi təbii ki, ola bilməz. C bəndi bir varlığa aid əlamətin başqa bir varlığın üzərinə köçürülməsi təbii ki, bu ola bilməz, metafordur. D bəndi əsərdəki hadisələrin bir-biri ilə əlaqələndirilməsi kompozisiyadır. E bəndi bədii əsərdə eyni cəhəti ilə seçilən surətlərin ümumiləşdirilərək təqdim olunması təbii ki, tip adlanır. Deməli, sualımızın düzgün cavabı E bəndi olacaq. Nümunənin misra daxili bölgü sxemi ilə bağlı fikirlərdən hansı doğrudur? Gəzirəm yenə də sizin mahalı, göz zirvə axtarır, könül ucalıq. Süzürəm, qıy vuram, məğrur qartalı, ömür vəfasızdır, insan ucalır. Deməli, gəzirəm yenə də sizin mahalı, göz zirvə axtarır, könül ucalıq. Süzürəm, qıy vuran, məğrur qartalı, ömür vəfasızdır, insan ucalır. Hər misrada 11 heca var və nümunənin daxili bölgüsü isə 6-5 şəklindədir. Deməli, sualımızın düzgün cavabı E bəndi olacaq. Yəni, bütün misralarda daxili bölgü 6-5 şəklindədir. Remarka haqqında fikirlərdən hansılar doğrudur? 1. Faciə janrında olan əsərlərdə remarkaya rast gəlmək mümkündür. Deməli, bildiyimiz kimi remarka dramatik növdə olan əsərlərdə özünü göstərir. Faciə də dramatik növün janrı olduğuna görə təbii ki, burada remarkaya rast gəlmək mümkündür. Deməli, 1 doğrudur. 2. Remarka rejissora və aktyora kömək məqsədi ilə yazılır. Doğrudur. 3. Lirik şeirlərdə də remarkadan istifadə olunur. Yanlışdır. Qeyd etdiyimiz kimi remarka lirik yox, dramatik növdə olan əsərlər üçün səciyyəvi olan xüsusiyyətdir. 4. Çox vaxt hissənin əvvəlində verilir, amma başqa hissələrdə də ola bilər. Bu fikir də doğrudur. 5. Proloq və remarka eyni anlayışlardır. Yanlış. Bunların hər ikisi deməli, təbii ki, eyni anlayış ola bilməz. Proloq kompozisiyanın ünsürüdür. Remarka isə dramatik növdə olan əsərlərdə müəllifin rejissora, aktyora göstərişidir. Deməli, sualımızın düzgün cavabı 1, 2, 4 olacaq. Beyt şəklində olan janrları müəyyənləşdirin. Rübai bənd şəklində olur, tuyuq bənd şəklində olur, müxəmməs bənd şəklində olur, qitə beytdən ibarət olur, qəsidə beytdən ibarət olur. Deməli, sualımızın düzgün cavabı 4, 5 olacaq. Nümunədə işlənmiş bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin. Payızda ağaclar fikirli olur. Fikirli-fikirli susar yarpaqlar. Fikirli-fikirli göyə sovrular, başımın üstündə bulutlar ağlar. Deməli, payızda ağaclar fikirli olur. Ağacların fikirli olması təbii ki, metafordur. Fikirli-fikirli susar yarpaqlar. Nə edər? Susar nə yarpaqlar? Bu inversiyadır. Sonra fikirli-fikirli sözlərinin ikinci və üçüncü misrada təkrarlanması, bu da anaforadır. Başımın üstündə bulutlar ağlar. Burada da inversiya və metafor işlənmişdir. Və sualımızın düzgün cavabı 2, 3, 5 olacaq. Sərbəst formada yazılmış bir şeirdə mütləq rast gəlinir. 1. Qafiyəyə. Bəli, qafiyə bütün vəzinlərdə, həmçinin sərbəst şeirdə təbii ki, olmalıdır. Çünki bu nəzmin əlamətlərindən birisidir. Bəndlərə təbii ki, sərbəst şeirdə rast gəlməyə bilərik. Ahəngdarlıq, əgər şeirdən söhbət gedirsə, təbii ki, ahəngdarlıq olmalıdır. Misra daxili bölgü sərbəst şeirdə olmur. Bölgüyə də ümumiyyətcə dediyimiz kimi, deməli, rast gəlinmir. Sualımızın düzgün cavabı 1, 3 olacaq. Uyğunluğu müəyyənləşdirin. Deməli, 1. Kulminasiya, 2. Ekspozisiya, 3. Razviyazka verilmişdir. A. Kompozisiyanın ünsürlərindən biridir. Yəni, verilənlərdən heç birisi kompozisiyanın ünsürü deyil. B. Hadisələrin başlandığı mərhələdir, söhbət ekspozisiyadan gedir. Sonra, düyünlərin açıldığı mərhələdir, söhbət razviyazkadan gedir. D. Hadisələrin inkişafında son nöqtədir, söhbət finaldan gedir, deməli heç birisiyə uyğun gəlməyəcək. Hadisələrin inkişafının ən gərgin mərhələsidir, söhbət kulminasiyadan gedir.
Deməli, 1 E, 2 B, 3 C şəklində olacaq sualımızın düzgün cavabı. Mətnə əsasən cədvəli doldurun. Deməli, cədvəlin sol üstündə mətnin aid olduğu ədəbi növə aid fikirlər, sağ üstündə isə Nizaminin şeirinin aid olduğu ədəbi növə aid fikirlər yazmaq tələb olunur. Yəni, hərəsinə aid 2 xüsusiyyət yazmalıyıq. Deməli, mətnin aid olduğu ədəbi növ təbii ki, dramatik növdür. Göründüyü kimi burada deməli, dialoqa belə deyək, yer verilmişdir. Ona görə əsər dramatik növə aid olmuş olacaqdır. Deməli, nə yaza bilərik bu əsər haqqında? Əyani göstərmə əsasdır, yəni bu hissəyə əyani göstərmə əsasdır. Hadisələrin təsvirinə yer verilə bilər. Həm nəzm, həm də nəsrlə yazıla bilər, yəni bu növdə olan əsərlər. Süjet xətti olur. Həcmcə, deməli, böyük olması mümkündür. Komediya, dram, faciə kimi janrları var. Remarkadan və personajların nitqindən ibarət olur. Əsərlər səhnəyə qoyulmaq üçün yazılır və s. Yəni, bu dediklərimizdən hər hansı ikisini mətnin aid olduğu ədəbi növə aid fikir kimi yaza bilərik. Sonra, mətnin içərisində Nizaminin şeiri verilmişdir. Deməli, Ozanın dilindən verilən bu hissə, deməli, Nizami Gəncəvinin qəzəlidir, belə deyək. Ay üzlü nigarım, kimə mehman olacaqsan? Bir söylə kimin şəninə şayan olacaqsan? Ən sonda, deməli, getdin, necə bəs tab eləsin hicrə Nizami, o xəstə ikən sən kimə dərman olacaqsan? Deməli, beyt vermişdir ki, bu da həmin o şeirin məqtə beyti olduğunu deməyə əsas verir. Çünki müəllifin adı verilmişdir. Buna aid hansı xüsusiyyətləri qeyd edə bilərik? Yəni, bu hissədə deməli, tərənnüm əsasdır. Hadisələr deyil, onların səbəb olduğu hiss və həyəcanlar verilir. Yalnız nəzmlə yazıla bilər, süjet xətti olmur, həcmcə yığcam olur. Sonra qəzəl, qəstə, qitə, rübai və s. kimi janrları var. Sonra lirik əsərlərdə hadisə əvəzinə subyekt önə çıxarılır, obyektə subyekti münasibət ön plana çıxır, ani və qüvvətli həyəcanları məhsul olur və s. Yəni, bu xüsusiyyətlərdən hər hansı ikisini deməli, cədvəlin sağ üstünə yazmaqla sualımızı düzgün cavablandırmaq mümkündür. Tünd hərflərdə verilmiş cümlədə ifadə olunmuş fikir ümumi mənada götürüldükdə hansı bədii təsvir və ifadə vasitəsinin xüsusiyyətlərinə uyğun gəlir? Həmin bədii təsvir və ya ifadə vasitəsini müəyyənləşdirin və mətndən ona aid misra seçərək cədvəli doldurun. Deməli, tünd hərflərlə verilmiş misra sualı verirsə, yoxdur cavabı. Göründüyü kimi bu xüsusiyyət bədii sualın xüsusiyyətidir. Bədii sualda sual verilir, amma cavab olmur. Buradan isə biz bədii sualın işləndiyi hər hansı bir misranı yaza bilərik. Deməli, ay üzlü nigarım kimə mehman olacaqsan? Bu misranı yaza bilərik. Bir söylə kimin şəninə şayan olacaqsan, yaza bilərik. Ənbər çətrinlə kimə sultan olacaqsan? Dilbər necə bir bəxtəvərə can olacaqsan? Ey abi həyat, sən kimə canan olacaqsan? O xəstə ikən sən kimə dərman olacaqsan? Yəni, bu misralardan hər hansı birini deməli, nümunə kimi yazmaqla sualımızı düzgün cavablandırmaq mümkündür. Qızıl Arslan surətinə əsasən cədvəli doldurun. Deməli, xarakterində müşahidə olunan cəhət və onun əsaslandırması tələb olunur. Deməli, Qızıl Arslanın xarakterinə xas olan xüsusiyyət kimi nəyə qeyd edə bilərik? Deməli, diqqətlidir. Buna necə əsaslandıra bilərik? Nizaminin sarayda olmadığını başa düşür. Sonra, əməyi qiymətləndirir. Xarakter xüsusiyyət kimi yaza bilərik. Əsaslandırma əcəminin əməyini tərifləyir. Sonra, qayğıkeşdir yaza bilərik. Əsaslandırma olaraq Gəncəyə gedəndə xəstələnmiş Nizamiyə baş çəkəcəyini deyir. Sonra, zövqlü bir insandır deyə bilərik. Şeiri bəyənir, tərifləyir. Yəni, bu və buna bənzər xarakter xüsusiyyət və ona uyğun əsaslandırma yazmaqla sualımızı düzgün cavablandıra bilərik.